Hər vaxtınız xeyir olsun. Bu arada əziz analar, sizdən bir şey soruşmaq istəyirəm. Mən inşallah ki, sentyabrdan Sevgini bağçaya qoymaq istəyirəm. Amma sadəcə bağça olaraq istəmirəm. İstəyirəm ki, içində gimnastika, üzgüçülük falan, yəni böyük bir bağça olsun istəyirəm və bütün məşğuliyyətləri də orada olsun. Yəni bağçadan çıxıb sonra harasa gimnastikaya getməsin, harasa pianinoya getməsin. Hər şey sırf bir mərkəzdə olan bir yer istəyirəm. Bildiyiniz yaxşı belə bir yer varmı? Varsa mənə deyin mütləq. Mən gedib bir araşdırmalıyam çünki artıq. Və Sevginin 2 yaşı var. Bir müddət dayəsi ilə bərabər, Sevgi öyrənənə qədər ora, dayəsi ilə bərabər gedə biləcəyi bir yer olsun. Çünki deyirlər, bağçaların çoxu icazə vermir dayənin yanında olmağına, amma Sevgi 2 yaşı var, olacaqdı deyə. Normalda 3 yaşdan olur, bilirsiniz. Ona görə istəyirəm ki, dayəsi ilə bərabər